Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair video material nümayiş olunub. Video materialda çıxış edən Levon Ter-Petrosyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladıb. O, qondarma qurum və Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqavilə məxfi sənəd adlandırıb. Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin 2 nüsxədən ibarət olacağını deyərək əlavə edib. Dağlıq Qarabağ Respublikası beynəlxalq ictimaiyyətin, Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və xüsusilə Ermənistanın prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir. Petrosyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir. Məhkəmədə dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan Petrosyanla keçirilən həmin görüşdə iştirak etdiyini bildirib. Həmin görüşü talih yüklü məsələ adlandıran təqsirləndirilən şəxs video materialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladıb və deyib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıqlar aparan qrupunun rəhbəri və qurumun deputatı olub. Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrosyan istefa verib. Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Köçəryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzaladı. Həmin sənədə əsasən Ermənistan münaqişə tam başa çatana qədər Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü, deyə Qukasyan bildirib. Daha sonra Şuşanın işğal edilməsi zamanı təqsirləndirilən şəxs Levon Mnatsakanyanın da iştirak etməsi etirafını əks etdirən video material nümayiş olunub. Video materialda Mnatsakanyan deyir ki, Şuşanı tutan zaman Aşot Qulyanın bölüyündə olub. Dövlət ittihamını müdafiə edən prokurorların video material barədə sualını cavablandıran Levon Mnatsakanyan kadrlarda dediyi sözləri inkar edib. Daha sonra təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı video material nümayiş olunub. Video materialda jurnalistin suallarını cavablandıran İşxanyan Daşnak Sökyon tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə deyib ki, Daşnak Sökyon 1990-1991-ci illərdə Qarabağa gəlib. Daşnak Sökyon təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. O dövrdə Daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. O da həmin dövrdə onlardan biri olub. Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən İşxanyan deyib ki, onun üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır. Onları bir yerdə görür. Keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçısının suallarına cavab verən İşxanyan video materialda Daşnak Sökyonun keçmiş qondarma quruma hərbi dəstək verdiyi barədə söylədiyi fikirləri təksib edib.